Verilişimiz davam edir dostlar və maraqlı mövzular adətən təqvimdə həm günə aid, həm də ki bizim mədəni həyatımızda baş verən proseslərdən doğur və belə bir mədəni hadisə ötən həftələrdə baş tutdu və böyük geniş rezonans doğurdu ictimaiyyət arasında. Bu barədə danışacağıq. Çünki sən demə, mədəniyyətimiz təkcə incəsənət məkanlarında, tablolarda, yaradıcılıq işlərində, hətta sərgilərdə deyil, dini inanc olan İslami dəyərləri qorunan məscidlərimizdə belə də irsimiz qorunur, saxlanır və gələcək nəsillərə ötürülür. Belə bir maraqlı tədbirlərdən biri ötən günlərdə baş tutdu. Səssiz dualar Zirə Cümə məscidində qorunan mədəni irs adlı sərgidən söhbət gedir əziz tamaşaçılarımız. Qonaqlarımız bu sərgi haqqında ətraflı məlumat verəcəklər. Azərbaycan Milli Xalça Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Əminə xanım Məlikova və Zirə Cümə məscidinin dini icmasının sədri Hacı Qədir Nəcəfov studiyamızın qonaqlarıdır. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Sabahınız xeyir. Əminə xanım, əslində maraqlıdır. Milli Xalça Muzeyində bir çox sərgilər olub. Bu sərgilər haqqında gözəl təəssüratlarla biz hər dəfə bölüşmüşük, amma bu sərgi düşünürəm digərlərindən daha fərqlidir. Bu barədə istəyirik ətraflı. Çox sağ olun. Mən salamlayıram sizi, hörmətli tamaşaçılarımızı, həcini. Fikirləşirəm ki, siz düz buyurursunuz. Azərbaycan Milli Xalça Muzeyi qocaman muzeylərdən biridir. 1967-ci ildə təsis edilmişdi və ayda bir neçə dəfə bizə gələn ziyarətçilərin diqqətinə çalışırıq ki, yeni sərgilər və tədbirlərlə gələk. Amma bu sərgi Səssiz Dualar adlanırdı və elə onun adından da bəllidir ki, qeyri-adi bir sərgidir. Mən deyərdim, unikal bir sərgidir. Mənəviyyətin və mədəniyyətin birləşməsinin bir nəticəsi olaraq bu sərgi ərsəyə gəldi. Mən biraz qısaca da olsa onun tarixçəsindən danışmaq istərdim. Bu sərginin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və onun təşəbbüskarı, bu komitənin sədr müavini hörmətli Günay xanım Əfəndiyeva millət vəkilimiz bu sərgiyə dəstək Bakı İcra Hakimiyyəti tərəfindən və Bakı şəhəri Həzər rayonu İcra Hakimiyyəti tərəfindən dəstək göründü bu sərgiyə və əlbəttə ki, Zirə qəsəbəsində yerləşən Cümə məscidi başda Hacı Qədir olmaqla bütün əməkdaşlarına təşəkkürümü bildirmək istəyirəm. Hardasa 1-2 ay bundan əvvəl Günay xanım mənə zəng elədi və dedi ki, Zirə kəndindədir və məsciddə gözəl xalça nümunələri var. Elə çox keçmədən biz də muzey işçiləri belə bir eşidəndə ki, hardasa maraqlı xalça nümunələri var, ümumiyyətlə bizim milli mədəni irsimizin eksponatları var. Artıq bir neçə saat keçmədən artıq biz məsciddə idik. Əvvəla məscidin tarixi də maraqlıdır. Yəqin ki, Həcı daha ətraflı danışar. Sadəcə bunu deyim ki, məscid özü 16-cı əsrə aiddir və 2016-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə və Aydın Qurbanov Fondun dəstəyi ilə bu məscid təzədən bərpa edilmişdir və bugün çox gözəl məscidin binası fəaliyyət göstərir və orada çox maraqlı, çox unikal, müxtəlif əsrlərə, müxtəlif regionlarımıza aid olan xalça məmulatlarını biz orada gördük. Sakinlər tərəfindən də təqdim olunan adətən bəli, bizim ümumiyyətlə adət-ənələrimizə aiddir ki, xeyriyyəçilik məqsədi ilə xalçalar əsrlər boyu məscidə verilmişdir. Burada bizim xalqımızın səxavəti var, sevgisi var. Kiminsə ürəyində bəlkə bir niyyət var idi, gözəl bir arzu var idi ki, bu gözəl atalarımızdan, analarımızdan, əcdadlarımızdan evimizdə qorunub saxlanılan bir xalçadır. Biz adətən onu bir xeyriyyəçilik məqsədi ilə məscidə veririk. Digər də bizim ənənələrimiz var. Biz adətən bizə gələn ziyarətçilərə ekskursiya danışanda hər dəfə deyirik ki, hər bir Azərbaycanlı bu dünyaya xalça üzərində gəlir. Bütün həyatımızı biz xalçalar ətrafında keçiririk və son mənzilə də elə xalça üzərində gedirik. Ola bilər ki, bu son mənzilə yola salandan sonra bəzi xalçalar onlar məscid
məscidə gəlir, məscidə hədiyyə edilir və əlbəttə ki, muzey işçiləri üçün çox maraqlı bir kolleksiya ortalığa çıxdı. Mən təşəkkürümü bildirirəm Həciyə buradan fürsətdən istifadə edərək ki, orada digər nümunələr də var idi. Çox nadir kitablar, hətta Quran və digər kitablar, mis qablar var idi, palaslar, kilimlər, çoxlu kəlağaylar var idi. Onların bəziləri çox nadir nümunələrdir. Və bu kimi sərgi, onun konsepti də çox xüsusidir, çox gözəl qarşılandı bizə gələn ziyarətçilər tərəfindən. Mən hesab edirəm ki, bu gözəl bir nümunə idi. Mən əminəm ki, bizim digər məscidlərdə də belə gözəl nümunələr var və mən burada bizim din xadimlərimizdən də xahiş etmək istəyərdim ki, əgər hansısa xalça və xalça məmulatları var, mütləq muzeyə müraciət etsinlər. Biz, məsəl üçün, bu xalçaları 50-dən çox eksponat var idi. Mən onlara muzey dilində eksponat deyirəm. Bu məscidə məxsus olan inventardır təbii ki. Amma biz bəzi xalçaları biraz konservasiya elədik, bacardığımız qədər, bir qədər bərpa elədik. Ona görə mən hərdən fikirləşirəm, indi mənim nəslimdən olan insanların yadındadır. Biz hələ uşaq ikən hansısa məscidə gedəndə onun döşəməsində müxtəlif formalı xalçalar var idi. Sonra artıq müstəqil illərdə Azərbaycanda çoxlu məscidlər bərpa olundu və artıq ola bilər ki, böyük xalçalar, indi biz onlara həcminə görə xalı deyirik, bəzi məscidləri indi böyük xalılar bəzəyir və mən özümə hərdən sual verirəm ki, o kiçik həcmli xalçalar hardadır? Və yenə də çox vacib bir məqamdır ki, bizim muzeyimizin nəzdində bərpa və konservasiya şöbəsi fəaliyyət göstərir. Azərbaycan xalçası tam orqanik bir məhsuldur. Çünki o təbii otlardan, deməli, ərsəyə gələn boyalarla boyulur və ona görə onun qorunması ki, çox vacibdir ki, bu xalça bir neçə 100 il qala bilər. Ona görə nə xoş oldu bizə ki, biz bu zəngin kolleksiyanı biz inspeksiya elədik, biz onu bir qədər konservasiya etdik, bəzi nümunələri biz ziyarətçilərə təqdim etdik və onları qaytardıq məscidə ki, ola bilər ki, başqa bizim gələcəkdə də olan layihələrimizdə mütləq bu nadir nümunələri biz insanlara göstərək. Hər şey Zirə məscidindən başladı və Əminə xanımın dediyi kimi də növbəti məscidlərdə bu iş davam etdiriləcək. Hacı, yaxşı bir nüansa toxundu Əminə xanım. Dedi, biz xalça üzərində dünyaya göz açırıq, uşaqlığımız xalça üzərində keçir və xalça üzərində dünyanı tərk edirik. Amma İslami dəyərlər həm də bizim milli mənəviyyatımızın bir parçasıdır. Biz ibadət edəndə də xalça üzərində edirik. Evimizin ən yuxarı başında, ən yuxarı köşkündə belə xalça qoruyub saxlayırıq. Demək ki, nə qədər mənəviyyatımızda xalça önəmlidirsə, İslami dəyərlərdə bir o qədər də xalça əzizdir. İstərdik söhbətimizə siz də qoşulasınız. Mən salamlayıram hər bir kəsi. Çox hörmətli Əminə xanımlar ki, bizə çox bu günlərdə, sərgi günlərində münasibət bəsləyib öz kollektivləri ilə və əziz, çox dəyərli tamaşaçıları səhər salamlayıram. Hər kəsin işi uğurlu olsun inşallah. Belə düşünürəm ki, çox qədim dövrlərdən insanlar bir-birlərinə daha isti, daha doğma münasibət bəsləyirlər və bu isti münasibəti öz yaradanları ilə öz aralarında qura bilirdilər və eyni zamanda ailələrdə, nəsillərdə, xalqlarda bu çox güclü inkişaf etməli idi ki, onlar özlərini qorumaqdan ötəri. Və insanlar onların doğmalarının xatirələrini çox məsuliyyətli şəkildə saxlayırlar. Çünki hal-hazırdakı dövrümüzdə insanlar foto üzərindən, video üzərindən öz həyatlarını xatirəyə çevirə bilirlər. Və bir neçə ildən sonra bircə foto şəkil bütün o hadisəni nümayiş elətdirə bilir. Amma 100 il bundan qabaq, 500 il bundan qabaq isə insanlar öz xatirələrini xalçaların üzərinə naxışlar kimi köçürürdülər, yazırdılar, onları min illərlə ötürə bilirdilər. Yəni o ornamentlərdə olan hisslər, o xalçanı toxuyan əllər sonradan gələcək nəsillər üçün çox müqəddəs bir nemətə, bir əşyaya çevrilirdi. Mən bir hansı qeyd eləmək istəyirəm. Orada
Emine xanım danışın mənim fikrimə gəldi. Sırağa gün orada sərgi zamanı bir nəfər mənə dedi ki, tutalım ki, bu xalçalar məscidə iyanə edilib, hədiyyə edilib. Xurcunlar necə olub məscidə gəlib çıxıb? Məfrəşlər necə olub gəlib məscidə çıxıb? Orada Şirvan, Qarabağ məktəbinə aid xovlu, xovsuz, qotazlı belə xurcunlar var idi bizdə sərgidə. O xurcunlarda təsəvvür edin, insanın atasının o Haca, Kərbəlayı, müqəddəs torpaqlara gedib gələndə istifadə etdiyi xurcun, onun namazgahı, namazlığı, sonra onun misal üçün anasının gəlin gələndə örtdüyü kəlağayı, yəni o ailələr üçün olduqca dəyərli, gözəl, müqəddəs xatirələri özündə ehtiva edən deməli əşyalardır, xatirələrdir. Ona görə də o müqəddəs xatirələri özündə topladığına görə onlar düşünürlər ki, onlar daha müqəddəs ocaqlarda, yerlərdə qorunmalıdır, saxlanılmalıdır. Mən elə düşünürəm ki, onlar əslində öz valideynlərinin, öz ailələrinin ruhuna ehtiramən o əşyaları getirib illər keçdikcə bizə verirlər. Əlbəttə ki, burada bir inan məsələsi də var. Onların verdiyi əşyaları, misal üçün insan var ki, bir dəfə bir belə hadisə olmuşdu, bir nəfər gəlmişdi, bizdə bir palaz gördü, mən onu sərmişdim, deməli, tədbirlərin birində yuxarı başa. O gedəndə məni qucaqladı, dedi ki, indi mənim 70 yaşım var. 70 yaşım var. 30 il bundan qabaq, mən 40 yaşım olanda anam o palazı mənə verib bura göndərib. Təsəvvür edirsiniz, bir insan 30 il bundan qabaq əli ilə getirib bura verdiyi bir palazı 70 yaşında orada ən yuxarı başda görürsə, onun deyir, anam düşdü yadıma, yəni gəncliyim düşdü yadıma, 30 il bundan qabaq ki, burada ağsaqqallar mənim yadıma düşdü. Kinolenti kimi gözlənilir. Yəni bu belə hadisələr insanları belə müqəddəs yerlərə bağlayır, inanc yaradır, hörmət yaradır. Mən belə düşünürəm. Qurani Kərimin bir neçə nüsxəsini də biz görüntülərdə görürük. Onlar da yəni kifayət qədər yaş vaxt keçən kitablardır ki, onlar da insanların hər evdə demək olar ki, Quran saxlanılır və onlar əziz, çox doğma olan yuxarı köşkdə saxlanılan məmulatlardır. Əminə xanım, təqdim olunan xalçaların çox güman ki, elmi tərəfdən də araşdırılması aparıldı. Yəni, çünki orada işlənən xovlu, xovsuz xalçalarda ornamentlərin tarixidir, onların hansı xalça məktəbinə daha çox aid olduğu haqda məlumat əldə etmişsiniz yəqin ki. Əlbəttə ki, bu sərgiyə hardasa bir ay ərzində hazırlıq işləri görünürdü və bayaq Hacı vurğuladığı kimi orada müxtəlif xalçalar var idi. Bəzi xalçalar var idi, onlar əl işi 19-cu, 20-ci əsrin əvvəlinə aid olan nadir xalçalar və maşın işi xalçaları da var idi. Onların da çeşniləri çox maraqlıdır. Biz indi tarixdən bilirik ki, 70-ci illərin, keçən əsrin 70-ci illərin ortalarında Gəncə şəhərində hətta ümumilli liderin məşhur bir Gəncəyə səfəri var idi və o zaman bərpadan sonra bizim xalça kombinatımız yenidən istifadəyə verilmişdi və orada nəhəng xalçalar toxunurdu. İndi də o xalçalar artıq onların bir 70-80 yaşı təxminən olar. Ona baxmayaraq ki, onların bəziləri əl işi deyil. Onlar o kombinatın məhsuludur, amma onlar artıq bir tarixi eksponatlardır. Çünki onlar o vaxtı çoxlu eksport edilirdi müxtəlif ölkələrə və böyük rəğbət qazanmışdı bizim xalçalar. Çünki çeşnilər bizim xalçaçı rəssamlar tərəfindən tərtib edilmişdi. Hardasa bir 20-25 yaxın o yəqin ki o Gəncədə istifadə verilmiş kombinatın məhsulları idi. Digər xalçalar isə Qarabağ xalçaları var idi, Şirvan, bəli, Şirvan xalçaları var idi, kilimlər, çox unikal iki xurcum var idi. Mən onun əhəmiyyətini də biz bir muzey işçiləri kimi bizim ziyarətçilərə adətən başa saldıq. Kitablar orada qızılla yazılmış həttatlıq, hətta sənəti çox nadir nümunələr var idi. Bəzi kitablar məncə Həcinin öz kolleksiyasına aiddir. Ümumiyyətlə, belə şəxsi kolleksiyalarda çox onların sirri ondadır ki, biz çox vaxtı onların muzeylərdə görmürük. O da bir fürsət idi. İlk dəfə idi ki, belə bir sərgi təşkil edilmişdi və yenə də mən fürsətdən istifadə edərək digər
məscidlərimizə də müraciət etmək istəyərdim. Hərdən bəzi məscidlər, onların otaqları balaca olur və əlbəttə ki, bu xalça və ümumiyyətlə milli mədəni irs nümunələrini göstərmək üçün o qədər də şəraiti yoxdur. Və yenə də onların qorunma, saxlansın. Ümumiyyətlə, Bakı kəndləri o qədər maraqlıdır. Biz bilirik ki, 18-ci əsrin ortalarında o Nadir Şahın vəfatından sonra ilk dəfə olaraq Bakı xanlığı bir müstəqil bir xanlıq kimi elan edilmişdi və Bakı və səhv etmirəmsə Həcə 39 Bakı kəndi ora əlavə edilmişdi və Mirzə Məhəmməd xan ilk müstəqil Bakı xanı elan edilmişdi və ona baxmayaraq ki, Bakı kəndlərinin arasında o qədər oxşarlıq var. Ona baxmayaraq ki, hər bir kəndin öz xüsusiyyəti var. O xüsusiyyət pişirilən yeməklərdəmi, nəsildən nəsilə ötürülən hekayətlərdədir, rəvayətlərdədir və əlbəttə ki, el sənətindədir. Mən həmişə Zirə haqqında, Zirə kəndi haqqında eşidəndə zəhmətkeşlik, dürüstlük, səhavətlik, bu kimi sözləri biz adətən eşidirik. Ona görə nə xoş bizə ki, bugün belə gözəl insanlar bu məsciddə işləyir. Belə gözəl artıq kolleksiyaları var və nə gözəl ki, biz onu kütlələrə göstərə bildik və ola bilər ki, bu artıq bir yeni bir ənənəyə bir əsas olur. Digər kəndlərdə də məsələn qorunub saxlanan, hətta tədbirin özündə də çıxışçılar maraqlı bir fikir söylədilər ki, bu bir təşviqdir. Analarımız öz sandığını açsın və nəhayət ki, orada qorunan irsi üzə çıxarsın. Mən bir məsələyə qeyd eləmək istəyərdim. Yəni, həqiqətən də əlbəttə ki, Əminə xanım o təşəbbüskarları, maliyyə dəstəyi, nə bilim, mənəvi bizə dəstək olan insanlar, burada zəhmət olan insanlar, elmi işçilər var idi başda Əminə xanım olmaqla. Müstəqillik dövründə ilk dəfə olaraq biz, yəni məsciddə, Zirəgöl məscidi olaraq belə bir kütləvi mədəni irsi biz sərgilədik. Yəni 30-35-36 ildə artıq biz müstəqil dövlətik və bizdə iqtisadiyyat, sosial məsələlər, nə bilim, bütün sahələrdə böyük inşa var. Çox-çox Allaha şükür olsun ki, bizim torpaqlarımız işğaldan azad olundu. Ölkə başçısı bizim güclü ordumuz və xalqın həmrəyliyi. Yəni bir paraşlar var ki, mən düşünürəm ki, bundan sonra da onlar həyata keçirilməlidir bütün dünya ölkələrinə. Bizim danışmağa sözümüz də var, göstərməyə milli mənəvi dəyərlərimiz, miskərliyimiz, xalçaçılığımız, memarlığımız, nə bilim, kəlağayı sahəsində bizim göstərməyə sözümüz də var, eksponatlar da var, dəyərlərimiz də var. Yəni, bu bir ilk olaraq ki, biz bunu təqdim elədik. Mən düşünürəm ki, əlbəttə ki, bütün dini icmalar, məscidlər öz balanslarında olan, öz əllərində olan çox biz nadir əlyazmaları təqdim elədik. Təkcə Quranlar yox, əlbəttə ki, məscid dini ibadət yerdə orada Quranların olması təbiidir. Onun ilə yanaşı biz Dilriş, Dəxil, Dilsuz, Şəhriyarın mən əski əlifbada divanı var idi, mən qoruyurdum. Muxtarnamə kimi, Tarix Nadir kimi, sonra Maxtumqulu, Türkmənistan böyük şairi Maxtumqulunun divanını və o divanlardan bəziləri daş basma üsulu ilə, bəziləri Qaraçap, Bağçasaray, İstanbul çapı, çox nadir çaplar və Əminə xanım qeyd elədi, o çaplardan, nüsxələrdən biri də qızıl tozu qatılmış mürəkkəblə yazılmış Quran idi ki, biz onun çoxlu fonetika, leksika, morfologiya, belə dilçiliyə aid olan bizdə nümunələr var idi. Yəni, bu ondan xəbər verir ki, bizim də ümumi insanlarda belə fikir var ki, qədim insan, savadsız insan, o dövrdə insanlar saf idi, savadsızdı, bilmirdilər. Amma ki, biz o nüsxələrə baxırıq, görürük ki, 100 il bundan öncə bizim kəndlərimizdə, şəhərlərimizdə, ümumiyyətlə ölkəmizdə çox böyük alimlər, mütəfəkkirlər, insanlar yaşayıblar. Məndə bir Quran var idi, əlbəttə ki, indi mən təqribən biz çox 3-dən 1 hissə ilə sərgiyə gəlmişdik. Bizdə bir Quran var idi, o Quranın əvvəl 30 səhifəsi həndəsədən, orada deməli elm var idi. Həndəsə elmindən 30 səhifə yazılmışdı və sonradan Quran başlayırdı. Bizdə bir deməli Quran var idi, o bütün lüğəti, deməli leksikanı
dilçiliyi, lüğəti, ifadəni, ahəng qanununu orada kənarlarda, haşiyələrdə yazmışlar. Yəni təkcə o din, yəni şəriət əlbəttə ki, özü bir ayrı elmdir. Amma şəriətlə yanaşı insan dilçiliyini, mədəniyyətini, tarixini, ədəbiyyatını, hətta ahəngini, yəni siz bilirsiniz ki, Quran 7-9 o muğam üzərində, Ras muğamı, sonra Hicaz muğamı, Segan, Bayat üzərində o ahənglərdə oxunur. Yəni o muğamın özü, o Quranın səslənməsinin ahəngi, xüsusən Azərbaycan təbiətinə, Azərbaycan insanına xas olan şərq üslubunda o ifadə tərzi, o ahəng tərzi, hətta geyimlər, hətta papaqlar, hətta misal üçün davranışlar belə, misal üçün bizim milli mənəvi sərvətimizdir. Bu demək olar ki, mən belə düşünürəm öz böyüklərimizdən, bildiyimizdən Azərbaycan İslam dünyasının ayrılmaz bir hissəsidir. Özdə elə bir hissəsidir ki, ən önəmli hissələrdən biridir. Şərq dünyasında öz mədəniyyəti ilə İslam aləminə zinət olan bir deməli hissədir, bir parçadır. Üzr istəyirəm, mən ifadəmə görə ağır düşməsin. Bizim analarımızın kəlağaylarının tarixi hətta bugün 195 ölkədən ki, dünyada ölkələr var, onların bəzilərinin tarixindən çoxdur. Bizim ümumiyyətlə mədəni irsimizdə olan miskərlik məmulatlarından, o nəqqaşlıq məmulatlar, miniatür sənətində olan ornamentlər, elə ornament var ki, bütün bir ölkənin mədəniyyətindən daha üstün və çox dəyərlidir. Ona görə də mən düşünürəm ki, deyir, məqsədim şə'i mah-ı cəmalundur sənin, xah-ı məsciddə onu xah-ı kəlisada görüb. Əgər bir insan haqq carçısıdırsa, onun üçün məkan fərq eləmir. O məsciddədir, muzeydədir, el içindədir. Ona görə də biz bir haqq carçısı olaraq öz haqq səsimizi, mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı, dinimizi, dəyərlərimizi dünyaya çatdırmaqdan ötəri deməli bizim məkanımız üçün fərqi olmamalıdır. Və belə məkanlardan ən unikalı da Milli Xalça Muzeyidir ki, bütün bu hər bir dəyərləri şəkildə cəmləşdirir. İstər bəstəkarlıq olsun, istər rəssamlıq, təsviri sənət. Bu dəfə isə İslami dəyərlər öz unikallığını qoruyub saxlayaraq Milli Xalça Muzeyində nümayiş etdirdi. Təşəkkür edirik dostlar. İşiniz avand olsun və düşünürük bu başlanğıcdır. Növbəti sərgilər baş tutduqca Əminə xanım biz mütləq bu barədə söhbət açacağıq. Çox sağ olun. Biz də təşəkkür edirik bugün bizi bura dəvət etməyiniz üçün. Mənə elə gəlir ki, çox maarifləndirici bir sərgi oldu. Onu da qeyd etmək istəyərdim. Biz çox qısa bir ərzində film də çəkdik. Sənədli bir film çəkdik. Bu məscid haqqında, ümumiyyətlə bu kolleksiya haqqında. Onun rejissoru Mübariz Nağıyev oldu. Ola bilər ki, gələcəkdə, yaxın bir gələcəkdə o filmin nümayişi də ola bilər. Çünki sərgidə nümayiş olundu. Qısa fraqmentləri nümayiş olundu. Orada çox maraqlı sakinlərin danışıqları var. Hətta bir sakinin 90 neçə yaşı var idi. O da maraqlı əhvalatlar. 30 il bundan öncə məscidin o təsərrüfat işlərini nəzarət etmiş bir insanı biz orada dindirdik, filmdə çəkdirdik. Mən çox təşəkkür edirəm Əminə xanıma. Yəni bu bir başlanğıc idi və biz artıq daha 3 muzeydən və ensiklopediya mərkəzindən Milli Akademiyada və bir neçə deməli mərkəzlərlə danışıqlar aparırıq artıq bu sərgimizi. Çünki bizdə Özbəkistan, Türkmənistan, Hollandiya, İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı və bu ölkələr İslami və Qərb ölkələrinə aid müəyyən eksponatlar var. İnşallah biz hətta səfirliklərdən gələn sərgilərdə mütləq biz də iştirak eləməyə çalışacağıq. Təşəkkür edirəm. 5-dən 8-nə fevral tarixlərində olan bu sərgi doğrudan da öz marağı ilə, gözəlliyi ilə, diqqəti ilə bir səs-küy, səda saldı. Çox sağ olun gəldiyiniz üçün, minnətdarıq. Biz də yenilikləri daim işıqlandırmağa hazırıq. Minnətdarıq. Qonaqlarımız Azərbaycan Milli Xalça Muzeyinin direktoru, əməkdar mədəniyyətçisi Əminə xanım Məlikova və Zirə Cümə Məscidinin dini icmasının sədri Hacı Qədir Nəcəfov idi. Biz isə proqramımızı davam etdiririk.